Xəstəmiz 2-ci ayın 16-sında bizim yanımıza gəlmiş və xəstəmiz fəc olmuş bir xəstədir. Gördün, xanım buyurdu ki, mənim cocuğum 3 kərə havala keçirdi və oksijensizlik nədəni ilə də cocuğun beyin gəlişməsi geriləmiş. Gələn günü cocuq zəif və hər türlü sıkıntı sahibidir. Bunun sən belə düşüngünən ki, necə ki, qışda hava soyuq olur, bu soyuq hər nəyi etkiləyir, cocuğun xəstəliyi tamamı hücrələrini, gözünü, ağzını, burnunu, qulağını, hər nəyini etkiləmişdir. İlk konuda önəmli bir məsələ ki var idi. Cocuq oksijensizlikdən ilk konuda sıkıntı yaşamış. Bura gəlincə cocuq xorulduyurdu. Yəni burunla nəfəs alma yeteneği əsla yox idi. Və xırıldayırdı. Bu halda biz hanımefendiden sordum ki, bunun burnu niyə belədir? Dedi, bu 3 sənədir belədir. 3 sənədir bunun burnu hər daim gecə gündüz xorullar və gecəni səhərəcək də yatmaz, uymaz. Sordum ki, bunu doktor arkadaşlar buna göre tedavi filan yapmadılar. Söyledi ki, şimdiye kadar ilk doktordu ki, sorur bunun burnu neden belədir. Yani şimdiye kadar dedi ki, heç bir doktor sormuyub da hətta bunun burnu niye belədir. Ərzim bunda ki, cocuğu biz müayinədən sonra, balini müayinə etdiyimizdən sonra təşxisimiz bu oldu ki, cocuğun beyninə hava getmir və cocuq lal idi, konuşması yox idi. Duymaq yeteneği çox aşağı idi, duymağı zəif idi. Aşırı dərəcədə qasılmaları və sıxılmaları var idi və üst bölgəsi mükəmməl şol idi, fəc halındaydı. Tənbəl idi, əllərin ki belə ki vururdum vücuduna, barmaqların bir-birinə az qalırdı ki yetə, o qədər yumuşaq idi. Yəni kas deyə bir şey vücudunda yox idi cocuğun. Çünki cocuq aşırı dərəcədə havasız, oksijensiz və hərəkətsiz qalmışdı. Ərz eləyim, bir proqram verdik qulağının açılmağına, bir proqram verdik dilinin açılmağına. O yeməklər ki, yasaqdır biləsinə, onları yasaq etdik və beyninin və vücudunun gəlişməyinə, kaslarının gəlişməyinə, yeməkləri, qidaları və qidaların yanında gələneksel tibbidən, İslami tibbidən olan bitkisel ilacları önərdik. 10 günün içərisində 10 günəcək sürmədi ki, cocuğun notlarında yazılmış ki, burnu açıldı və çox miqdarda burnundan bəlğəm və irin çirk gəlmiş və o gündən bu yana əlhamdülillah da burnunda sorun yox. Yəni gözəlcə nəfəs ala bilir. Beyninin gəlişməsindən dolayı, bax, beyində bəlğəm və soyuqluq təsəllüb şərainə, unutqanlığa, geri zəkalığa və MS-ə və tumora və çox xəstəliklərə nədən olur. Bunu azaltmağın yollarından, bəsit yollarından biri asans kullanmaqdır. Özellikle çocuklar üçün, böyük adamlar üçün burunların önünə özel asans, misk asansı, əmbər asansı və qızıl gül asansı, bunları kullanmaqda çox fayda var və çocuğun nəfəs alma yetenəyini çoxaldır və canı çəkir, yəni burnundan nəfəs alsın deyə və gecəni gözəl də uyur. İlk konuda cocuğun nəfəsini aşmağa çalışdıq. Nəfəsinin aşmağın ilacı biri bənəkşə yağıdır. Bənəkşəni həm burnunun üzərinə sürtür, həm alnına sürür və hər burnunu bir damla hər gecə bənəkşə yağı tökürdü.
Bənəfşə yağının dışında eləyə bilər bir adam çörək otu yağı da kullansın. Amma bənəfşə yağı yetərli oldu. Və burnunun önünə misk asansı verdik ki, mən kendim verdim. Kendim esans kullandım. O esansıdan da verdim, çocuğun burnunun önüne sürdüler. İkinci konu ki, dili açılmırdı. Dilinin açılmamağının nedeni analar çox zamanlarda çocuklara moz yedirirlər. Deyirlər ki, moz həm yumuşaqdır, həm çocuq sövər. Halbuki çocuğa 2 yaşınacaq moz versən, dilinin pəltək vurmağına, dilinin kəkələməyinə nədən olar. Qızartmalar, fast foodlar, moz, qaymaq, bu tür yeməkləri çocuğumuza yasaq etdim. Aynı zamanda dili açılsın deyə nar suyunu ağzında doldurup dolaştırmağı ilə və nar suyu olmasa nar əşkini kullandıq və dilinin hafiflənməyinə və hızlanmağına yardım verdi. Aynı zamanda çocuğun dilinin çəkməyi və başqa bir yəni əl ilə dilinin üstündə çalışmaq yöntemləri də başqadır. Ondan sonra kaslarının gəlişməyinə, enerjisinin çoxalmağına söylədim ki, çocuq uyması lazımdır. Uyunca enerji yetərin qədəri toplayacaq və nəfəs yetərin qədəri gedincə oksigen, qan dolanışımı çocuqda hızlanacaq. Buna xatir ki, çocuğun savunma sistemini vücudunda gəlişdirək, 5 dəqiqəlik ufaq bir bardağı ilə 5 ta 10 cc qədərində çocuqdan qan aldım. Çocuqdan qan aldıq, günəş hacamatı bölgəsindən ki, bu çocuğun tüm vücudunu etkiləyə bilir. Ondan sonra çocuğumuzun kasları gəlişsin deyə xurmanı önərdim. Xurmadan sonra qırmızı, şirin almanın suyunu balla. Qırmızı almanın qırmızı almanı verirsən robota, suyunu çıxarırsan, hər bardağına bir yemək qaşığı ya bir çay qaşığı süzmə bal qarışdırırsan və bu kasların gəlişinə yardım verir. Və aynı zamanda əgzərsizlər, antrenman ki, anasını anlatdıq ki, buna hansı əgzərsizlərlə antrenman verəcəkdir, nasıl verəcəkdir və önəmli nöqtələrinə nasıl baskı verəcək və bu yöntemlə çocuğumuzun kasları da gəlişib və hərəkəti çoxalıb. Allah sizdən razı olsun. Aynı zamanda iştihasını açdıq məsələ. İştihası yox idi çocuğun yəni. Onu nəyə? İştihasının aşmağını çocuğa məsələn zat verirsən, meydəsinin soyuqluğunu gedərməkdən ötürü papatya çayı verirsən. Papatya çayı meydənin gücünü çoxaldır və meydəni ısındırır. Meydə bənzəyir bir sobalıya. Əgər bir sobalıya aynı zamanda ki, ateş var içində su töksən, o sobalı sovuyur və meydə soyuq olur. Meydə soyuq olunca iştihasızlaşır və yeməyi çözmür. Amma o zaman ki, meydəni papatya ilə sıcaqlaşdırırsan, meydənin gücü çoxalır və iştihası açılır ki, yemək istəsin. Və yemək çözmək yeteneği çoxalır. Beyin felci geçirdi. Küçükken 40 günlükken sarılık geçirdi. Sarılıktan sonra 3 defa havale geçirdi. Ondan sonra önceleri yani bu doktora gelmeden önce hırıltısı çok fazla vardı. Burun akıntısı hiçbir şekilde yoktu. İlaç kullandık. Ondan sonra burnu akmaya başladı. Kasılmaları çok fazlaydı. Her an felç geçirebilir gibisinden. Şimdi kasılmaları da çok azaldı. Ondan sonra hani diyebilecek başka konuşması açıldı. Önceden konuşması sadece anne vardı ama şimdi her kelimeyi söyleyebiliyor. Tam kelime kullanamıyor ama eskisine göre çok iyi. 3 yaşında yani 3 yaşındaki bir çocuk normalde oturur, emekler, yürür, ellerini kullanır ama hiçbir şey yoktu. Şimdi ayakta durması, kendisi çabalaması, nefes alması, akşamları uyurken hırıltısı vardı çok fazla ama şimdi iyi çok şükür. Bu kadar yani. 2 ay önceki farkla bugünkü. Çok fazla var. Evet çok fazla var.
Çok fazla fark var yani. Öğretmenleri fizyoterapiden onlar da dedi yani onlar da farkı çok fazla fark ettiler. Böyle yani. Ne zamandan beri buraya getiriyorsunuz? 2 ay oldu. 2 aydır. Normal hastanelere götürdünüz mü? Evet, Ege Üniversitesi'ne götürdüm İzmir'e. Adnan Menderes'e götürdüm Aydın'da. Behçet Öz'e götürdüm İzmir'de. Yani götürmediğim bir doktor özel olsun, büyük üniversiteler olsun. Hani tanısını onlar koydular CP hastası diye ama hiçbir ilacı yoktu. Sadece fizyoterapi. Ama fizyoterapiden de evet hani desem fayda görmedim. Görüyordum ama bu 2 ay içerisinde gördüğüm fayda kadar değildi. Şimdi hani kasılmaları çok azalmış, konuşması açılmış, bir şeyler istemesi.